təqdim elə. Əliyev Abid, Xalajdan. Mən özüm uzun müddət Səlyanda işləmişəm. Səlyanda işlədiyim dövrdə də bu ümumiyyətlə bizə xurma çox sevirlər. O dövrdə də 94-95-ci illərdə sərhədlər açılmışdı. Mədinədən, Suriyadan, Ərəbistandan xurmalar gəlirdi. Biz Sovet dövründə görmüşdük ki, elə balaca xurma idi, yeşikdə 8 kiloluq, 10 kiloluq. O xurmaları gördük, adam təəccüblənirdi. Oradan da Mədinədən gələn xurma vardı. Satıcı dedi, Mədinə xurmasıdır. Xoşum gəldi, belə həm görkəminə, həm dadına. Aldım bundan. Orada 2 kilo aldım, bayram ərəfəsi idi, bayram qabağı idi bizdə. Noruz bayramı təmtəraqlı olmalıdır, hər şey olmalıdır, yaxşısı olmalıdır. Aldım, gətirdim evdə. Yedik bunu, Allah ölənlər üzrə rəhmət etsin, rəhmətli atam dedi ki, valla bu gözəl şeydir, bunu əkəcəm. Bunu evdə dedilər, əkişi, burada xurma olur, Azərbaycanda xurma olar. Dedi, qismət ilahi. Əkdi, 1 il, 2 il gördük, xurmat da bu da, bu şey çıxır. Ömər başlı xurmadır ki bu. Sonra qoruqladı, qulluq elədi, falan elədi. Üstündən 10 il keçdi. 10 il keçdi, buyur. Bunun üstündə bu sarı-sarı, xırda-xırda, nədir bu salxım da? Əvvəl belə qutuda çıxır, elə bir qutunun içindən çıxır, beləncə. Üstündən bir 10-15 gündə keçdi, buyur. Bu gül getdi, nəsə böyüyür, baxdı, xurmaya oxşuyur da. Qaldı, bir xeylam qaldı, haradasa, deyim sizə, oktyabrın axırında əməlli başlı xurma. Əməlli başlı xurma. Onda da bilməm az gətirdiyinə nə idisə, əməl başda yetişdirdi, ailəsi öyle. Yetişdirdi, yeməli zat. Rəhmətli atam da nənəm rəhmətə getmişdi. Maraqlı idi də, dərdi bundan bir salxam apardı. Hamı bu əlini alır, baxır, o baxır, elə belə. Sonra gəldi, növbət deyil, xurma dedi, gətirməyəcəm. 10 il gətirmədi. 10 ildən sonra hər il də baxır oğa, aprel ayında bu gülləyir. Hər ildə baxır, yox gətirmədi. Bir 10 ildən sonra gördük, bu gənə həmin qutular çıxdı. Hə, xurma gətirir. Çıxdı, əmələ gəldi, plan besməyən. Sonra başladı, əməlli başladı xurma. Xurma iqlim dəyişdi, nə oldusa, baxıram ki, məsələn, qabaq, soğuqda tək-tək düşərdi yerə. İndi yetişir, quşlar əl çatmır da, əlim yadım çatmır. Daraya gəlmişəm, orada nərdivan çatır, evin üstə çıxıram, oradan da əl çatmır. Quşlar sağ olsunlar, gəlirlər, yeyəndə yetişmiş bir dədə ki də biz üçün düşür. Düşür, yeyirik. Böyləcə, üstündə gələndə bir 10 da salxım deyirəm olur da. Fikir verirsiniz, bir 10 da salxım. Prosto onun aşağısını mən daramadığımda, o salxım çox uzundur, ağırdır ya. Kəsirsən, birini ancaq qaldırırsan. Təxmin nə qədər, neçə kilo olur? Mən deyim də sizə müəllim, bir dəfə çəkmişəm. Bir 3-4 il bundan qabaq çəkmişəm. Birinci dəfə gələn trəndə 7 kilo, salxımın biri 7 kilo. İndi ancaq bir dəfə daha kəsdim onun birini salxımın. Ondan sonra maşına qoydum, bizim işçi yoldaş vardı, Yağvər Babək. Dedilər, o xurmondan gətir baxaq da. Gücləri çatmır da. Onlar çəkdə Babəkin restoranında. 10 kilo gəldi. 10 kilo, 12 kilo, 15 kilo gələn də olub. Yəni demək hər gətirəndə bir 150, olmayanda 150 kilo gətirir. İntihası bu hələ tam yetişmir ki, mən bundan xeyir götürəm. Yəni bu nə vaxta yetişir, məsələn, tam yetişəndə? Bu mən sizə deyim də, noyabrın axırı, dekabrın əvvəli yetişir dayanır. Yetişir dayanır. Hələ bunlar balacasıdır ya. Bunlar hələ böyüyüb, deyirəm də bu boyda olur, beləncik. Beləncik olur. Ümumiyyətlə, mən eksotik ağaclardır, subtropik meyvələrdir, bunları xoşlayıram. Limon, maşallah, satıram da limonla. Allah hamd olsun. Deyirlər ki, xalajda bu ancaq Astara, cənub zonasında, Talış zonasında deyir. Xeyr, bizdə də bu görürsünüz, onlardan da yaxşı. Hələ bunun yeyəndə dadına baxasın. Elə bilirəm ki, limonu apelsinə deyim, calaq eləyiblər, nə deyiblərsə, o vaxt almışam bu da mən. Bunu da almışam arası 97-ci ildə, 98-ci ildə elə Astaradan gətirmişlər Səlyanda.
işlədiyim ərəfədə. Vallahi o vaxtı bilmirəm, 4 manat aldım, birini 5 manat aldım. İkisini aldım bundan, bir də apelsin. Mandarin. Sonra bir də apelsin. Apelsin də gətirərdi, çox gətirirdi. Buyur ancaq qəti gül açmada gətirmədi. Mandarin gətirib, limon gətirib. Limonu yetişdirmə olur da bu. Tam. Məsələn, Astaranın limonun alıb gətirirlər dükanlar. Deyirlər, yox, abi sən gətir, nəzal. And olsun Allaha, Astaradan bizim qonaq vardı, Əziz ağa. Onun əvvəlin Rusiyyətdə olublar, Rus dillidirlər. Uşağı gəldi, baxdı bizim limona, özü də Astarada da indi. Qayıtdı ki, qız uşağı idi. Dedi, olar deyədə, bundan bir iki də edərim. Sizin içmişdi burada, çay içdi, gördü ki, dadı başqadır. Çünki günəş, hər şeyin dadı verəni günəşdir. Günəş bizdə çoxdur. Arandır da qardaş. Dedim, qurban sizə. O qədər bəyəndi. Deyirəm, Astara, limonun mərkəzi olan yer, gəldi buradan limon dərdi apardı ki, aparım mı, Atagildə çay içsin, görsün limonun dadı nətər olur.